Salam mənim dəyərli izləyicilərim. Bu günlərim səhər durdum, qaynanan balıq ləvəngisi eləyirdi. Sonra da qabları yudu, sağ olsun. Mən də gəldim, gördüm Tuncay narızadı, hər yerə dağıdıb. Paltar, divan, hər yer nar idi da, yerin üstü belə, hər yer. Keçdim otağa, Tuncayın kravatını səliqəyə saldım. Mən Tuncayı doğulandan demək olar kravatında yatızdırmışam deyənə özümü yanıma öyrəşdirməmişəm. Ancaq öz kravatında gündüzlər taxta yatır məndən. Axşamlar amma kravatına qoyuram, yatır, səhər durur. Bu Tuncayın əskiləridir, dəsmalları. Onları iynəməsə yata bilmir də. Onları iynəyir, sonra yatır. Bir 10 dənəyə yaxın varıdır. Hara getdi özü ilə aparır, onu iynəyir, yatır. Balışım falan hər bir şeyin səliqəli qoydum. Yığdım yerinə. Sonra isə pampers almışdı atası. Pampersi yer belirlədim, axşam alıb gətirmişdi. Pampersləri də səliqəylə yığdım şkafına. Paltar şkafı səliqəsiz idi. Götürdüm, hamısını boşaltdım. Hamısını qəşəngcə qatladım səliqəylə. Bu şkafda əslində mənim öz kosmetikalarım idi. Tuncay dağıdırdı deyənə bütün kosmetikalarımı yığışdırdım. Termomu Tuncaya həsr elədim də. Bu birinci daxı siyirməsinə Tuncayın gündəlik geyindiyi paltarları yığıram. Koftalar, şalvarlar, bir də pijamalar belə yığıram. Üstdəki sirməyə də maykaların, bir də at paltarlarını yığıram. Səliqə ilə qəşəng. O görür ki, öz paltarları da orada dağıtmır. Burada mənim kosmetikalarım olanda dağıdırdı. Açır görür öz paltarları da təzədən bağlayır, dağıtmır. Sonra gəldim, narları yığdım yerdən hamısını. Hər yer nar idi. Yığdım, təmizlədim hamısını. Tuncayın paltarlarını dəyişdim. Sonra balıq pişdi. Bəhbə, əllərinə sağlıq qaynanamın. Çox qəşəng pişirmişdi. Çox ləzzət elədi. Qəşəngcə qaynanam onu doğradı. İçliyindən, özündən qəşəngcə yedi. Sağ olsun, əlləri var olsun. Həmişə belə dadlı yeməklər pişirir, biz də yeyirik. Sonra stolları yığdım qəşəng, evləri pilsosladım. Tuncay ilə nənəsi getdi gəzməyə. Mən də qəşəng evləri pilsosladım, hər yer zirzibil idi. Xalçanı zalan hamısını pilsosladım. Keçdim koridorda pilsosladım qəşəngcə. İnanın ki, hər yer piçenli, nar, hər bir şeydə yəni. Sonra xalçanı yığdım, qoydum qırağa. Sonra da xalçasız pilsosladım. Sonra da keçdim qoxuna da pilsosladım xalçasını. Çünki xalçanın altına da yığılır zibil. Mən onları pilsoslamasam. Sonra altdakılar üzə çıxırdı demək olar ki, ona görə birinci xalçanı eləyirəm, yığışdırıram. Sonra da poluq tozoranlayıram. Çiçək kimi elədim hər yeri, prosta az çəkmişəm sizi yormayım deyənə. Sonra öz otağımdakı termonun üstündə spirtlə təmizlədim. Tuncay əl falan vurur ona görə. Qəşəng spirtlə təmizlədim. Ağ idi, ağdır deyənə ləkələr qalır. Elə ləkə var ki, heç getmir. Qəşəng çiçək kimi elədim. Onu da üstünü spirtlə. Tuncay hər şeyi yaxırdı onun üstünə. Ona görə burada video biraz başayaq düşüb. Sonra gəldim. Hamamda evlər silən suyu dəyişdim. Biraz xlor, biraz da paraşok. Bu da Tuncay atası səhvən paraşok almışdı, bədəninə düşmürdü deyənə işlətmədim Tuncay üçün. Elə pul siləndə suya əlavə eləyirik. Qəşəng evləri 2 dəfə sildim. Hər otağı 2 dəfə sildim. Çünki şirə idi, Tuncay su tökür, nə bilim, şirə tökür. Allah hamının evində qismət eləsin evlad. Onlar da belə tez-tez eləsin. Sonra düşdüm həyətə, qəşəng süpürdüm. Hər gün evləri tozoranlayıram, silirəm Tuncaya görə. Həyəti də süpürdüm qəşəngcə. Təmizlədim. Pilləkənin üstündə sildim. Bura demək olar ki, biz ayaqqabı ilə çıxmırıq. Yəni orada plaşatka kimidir, eyvan kimi də çıxırıq ora, paltar sərdik. Xalçaları da qəşəng yerinə sərdim. Təmiz. Keçdim təzədən hamama. Hamamı da qəşəng xlorladım. Vanniki qəşəng xlor. Tuncayın çünki yanım burada yuram.
Mənə orada rahat olur. Ona görə ora tez-tez xlorluyuram. Demək olar gündə 2 dəfə, 3 dəfə xlorluyuram bu umvaniki. Qəşəngcə xlorladım. Sonra da tuşu açdım. Tuşla yudum oralığın hamısını. Ağappaq olur. Biraz da xlor vururam. Hər yeri ağappaq çiçək kimi olur. Beləncə su ilə də yudum. Qəşəngcə tərtəmiz oldu. Bugün xeylam iş gördüm. Mama ilə Tuncay da parkdaydı. Bu Tuncayın sabunudur, sabun qabsudur. Onlar hələ gəlməmişdi parkdan. Sonra bu da öz əl yuma sabunumuz. O birisi də maye sabundur. Bunların da hamısını yudum qəşəngcə. Bu da hamam ətirləndiricidir, yumuş. Hamamın yerində yudum. Gəldim zala. Tuncayın iqruşkalarını yığdım yerinə. Götürmüşdüm çünki evlər tozsoranlayanda. Hamısını səliqə ilə yığdım. Gəldim mamamın şalvarı ilə köynəyi var idi. Şalvarın qəşəngcə ütlədim, hapamar elədim. Çünki şalvarlar qırışır bizdə cinslər. Köynəklərini də qəşəng köynəyini də ütlədim. Sonra qaynanam soğanla ləvəngi qoz var idi. Soğan, qoz, ləvəngi belə bir şey. Yəni hazırladı, turşuladı, yığdıq pinqvenlərə. Beləncə formada qoyuruq buzxanaya, sonra lazım olanda işlədirik. Sonra yoldaşlarımız işdən gəldi. Çay almışdılar, qənd almışdılar, konfet almışdılar, yəni şokolad, Snickers. Tuncay üçün 1-2 dənə yoğurt almışdılar. Tuncay üçüncü gündə bir dənə və yaxud 2 dənə yeyir. Yoğurt xoşlayır. O birisi də tvaroklu idi, qəşəng yoğurtdur bunlar. Kim istəsə, yəni ala bilər, çox qəşəng yoğurtdur. Bu kofeni mən almışdı Məhərrəm. Bu da belə. Sağ olun izlədiyiniz üçün təşəkkür edirəm hər kəsə.